Abşeronda kişi bankomatdan oğurladığı başqasına məxsus pulu kasıb qonşularına xərcləyib. Ölkə Az xəbər verir ki, hadisə Xırdalan şəhəri Heydər Əliyev prospektində qeydə alınıb. İttiham aktına görə 47 yaşlı Nəcəf Mədətov bankomat aparatının ekranında 1300 manat pul yazıldığını görüb və təsdiq düyməsini basaraq vəsaiti əldə edib. Nəcəfin sözlərinə görə həmin pulla həm öz evinə ərzaq alıb, həm də aztəyinatlı qonşularına da yardım edib. Bu əməlinə görə Nəcəf Mədətov saxlanılıb və barəsində cinayət işi açılıb. Zərər çəkən şəxs ifadəsində bildirib ki, bank kartını aparata daxil edib, kodu yığsa da bankomatda pul olmadığını görüb və kartı çıxararaq gedib. Lakin əməliyyatı sonlandırmadığı üçün məlumatlar ekranda qalıb. Zərər çəkən şəxs ona dəyən ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirib. Abşeron rayon məhkəməsinin qərarı ilə Nəcəf Mədətov barəsində 2 il 5 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.